Meyvələri təzə saxlamağın yeni üsulu. Çinin Tianjin Universitetindən olan alimlər meyvələrin soyuducuya ehtiyac olmadan daha çox uzun müddət təzə qalmasını təmin edən yeni yeyilə bilən qoruyucu örtük hazırlayıb. Bu inqilabi texnologiya lizozim adlı antibakterial zülal, nanoselluloza və natrium duzunun qarışığı ilə yaradılıb. Örtük meyvənin üzərində nazik təbəqə əmələ gətirir. Nəmin buxarlanmasının və mikrobların çoxalmasının qarşısını alır. Yeni hazırlanan yeyilə bilən qoruyucu örtük meyvələrin təzə qalma müddətini 2-5 dəfə artırır. Bu texnologiyanın ən böyük üstünlüklərindən biri isə soyuducuya ehtiyac olmamasıdır. Meyvələr otaq temperaturunda da keyfiyyətini qoruyur. Örtük qida dəyərlərinin 98%-ni saxlayır, 90%-nin daha az karbon emissiyası yaradır və nəticədə həm təbiətə, həm də insan sağlamlığına faydalıdır. Üstəlik su ilə asanlıqla təmizlənir və tamamilə təhlükəsizdir. Yeni örtük 17 fərqli meyvə növündə, o cümlədən çiyələk və mangoda sınaqdan keçirilib və müsbət nəticələr verib.